Mətbəximdən hamıya salamlar. Şuba salatı hazırlayaq. Bu salatın hazırlanma qaydasını məncə hər kəs bilir. Sadəcə bəzi nüanslara diqqət etsək, salatımız daha ləzzətli olar. Əsl klassik dadı almaq üçün mütləq siyənək balığı ilə hazırlayın. Balığa əlavə olunacaq qırmızı soğanı xırda doğradıqdan sonra üzərinə acılığı çıxsın deyə isti su əlavə edib 5 dəqiqə saxlayıb süzün. Duz istiyotu qatlara birbaşa deyil, mayonezə qatıb çəkəndə daha dadlı olur. Yuyub qaynatdığım tərəvəzləri soyub sürtkəcdən keçirirəm. Tərəvəzləri videoda gördüyünüz sıralama ilə yığıram. Hər qata duz istiyot qatdığım mayonezdən çəkirəm. Üstünü isə zövqümüzə uyğun bəzəyə bilərik. Soyuducuda 1-2 saat saxladıqdan sonra servisə hazırdır. Hazırlayacaq olanlar, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Səbirsizliklə gözləyirəm. Videonu yaddaşa verin, bayram yaxınlaşır, lazım olacaq. Kanala məncə nəzər salın, belə dadlı reseptlər çoxdur.